Keşfette gördüğümüz bu yemeği biz de pişirdik. Bugün qaynanamla mətbəxə keçdik və dedik ki, hər dəfə balığı eyni yeyirik. Bugün fərqli formada yeyək və keşfette qabağımıza çıxan videoya əsasən bu resepti istifadə etdik. Balığın hər iki üzünü duzladıq və istiyotladıq. Və qeyd edək ki, bu yemək üçün seçəcəyiniz balığın növü də çox önəmlidir. Əslində kütüm seçsəniz bu yemək üçün daha yaxşı olar. Balığın hər tərəfini duzlayıb isiyotladıqdan sonra bir soğanı götürüb bu formada doğrayırıq. Pomidoru da eyni formada və buradakı ərzaqların miqdarı sizin damaq dadınıza görə dəyişir. Biraz yağ töküb öncəliklə balıqları mühürləyirik. Və biz bu yeməyi ilk dəfə idi ki bişirdik. Ona görə də bütün balıq dilimlərini bişirmədik. İlk öncə sınamaq istədik, dadını sevib sevməyəcəyimizi bilmək üçün. Və soğanı biraz qovurduq. Çox qovurmamağa diqqət etməliyik. Və ardınca balıqları düzdük tavamıza, pomidor əlavə etdik. Biz fərqli olaraq biraz zirinci əlavə etdik və bir çay qaşığı tomat pastasını biraz qaynar suda həll edib üzərinə əlavə etdik. Yemək fərqli bir dad idi, lakin hər zaman sevərək bişirəcəyimiz yemək deyil. Kanalımıza abunə olmağı unutmayın.